Bakı-Batumi aviareysi ilk uçuşunu həyata keçirib. Aviareysin ilk sərnişini Gürcüstan prezidenti Mixail Saakashvili olub. Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında aviaəlaqənin sadələşdirilməsi haqqında razılıq Gürcüstan prezidentinin Azərbaycana səfəri çərçivəsində rəsmiləşdirilib. Batumi Azərbaycan hava yollarının uçduğu dünyanın 19-cu şəhəridir. Bakı-Batumi istiqamətində reyslər həftədə 2 dəfə 1-ci və 4-cü günlər həyata keçiriləcək. Batumidən əməkdaşımız Sevinci İskəndərovanın reportajı. Azərbaycan Hava Yolları yeni marşrut üzrə növbəti aviareysini gerçəkləşdirdi. Bakı-Batumi-Bakı marşrutu üzrə ilk reysin ilk sərnişini Gürcüstan prezidenti Mixail Saakashvili oldu. Qeyd edək ki, Bakıdan Batumiyə uçuş zamanı Gürcüstan prezidentinin Nəqliyyat naziri Ziya Məmmədov və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov müşahidə etdilər. İlk reysin açılışı münasibəti ilə Batumi aeroportunda təntənəli mərasim düzənləndi. Вам скажу конкретно, что во время... Xatırladım ki, ötən əsrin əvvəllərində Bakıdan göndərilən ilk neftçənləri Batumi vasitəsilə dünya bazarlarına ötürülüb. Bu tarixi bərpa etmək üçün mən bütün Azərbaycanlıları gözəl və füsunkar təbiətə malik Acarısına xoş istirahətə gəlməyə dəvət edirəm. Как мы можем совместно это все сделать. İlk dəfə bugünə qədər bizə Gürcüstan tərəfi Tbilisi-Batumi, Batumi-Tbilisi icazə verdi ki, biz bilet sataq, həm də sərnişinləri daşıyaq. Bu bugünə qədər digər ölkələr belə bir icazə bizə verməyiblər. Ona görə bizə sərf eləyir ki, Batumi, Tbilisi-Batumi bu uçuş eləyək. Qaradənizin sahilində yerləşən Batumi nəinki Gürcüstanda, hətta MDB ölkələrində ən gözəl kurort şəhəri kimi tanınır. Qeyd edək ki, Bakı-Batumi-Bakı marşrutu üzrə aviareyslər Fransa istehsalı olan ATR 72-500 tipli yeni turbovidli təyyarə ilə yerinə getirilir. Hazırda Azal bu təyyarələr vasitəsilə dünyanın bir çox ölkələrinə uçuşlar həyata keçirir. Batumi ilə Bakı arasında əlaqələr tarixi köklərə malikdir. Bakı-Batumi-Bakı aviareysinin açılması iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində, mədəniyyət, idman və turizm sahəsinin inkişaf etdirilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, Batumi Azərbaycan hava yollarının uçduğu dünyanın 19-cu şəhəridir. Artıq sərnişinlər həftədə 2 dəfə Bakı-Batumi-Bakı aviareysindən istifadə etmə imkanı əldə edəcək. Aviareysin açılışı münasibəti ilə Batumidə konsert proqramı da təşkil olundu. Gürcüstan prezidenti Mixail Saakashvilinin də katıldığı mərasimdə Azərbaycan və Gürcüstan rəqs ansamblının oynaq rəqsləri tamaşaçılara xoşovqat bəxş etdi. Gürcüstanın dövlət başçısı Bakı-Batumi-Bakı aviareysinin ilk sərnişini kimi öz təəssüratlarını jurnalistlərlə bölüşdü. Artıq Bakı tanınmaz olub, daha da gözəlləşib. Məsələn, Avropanın heç bir ölkəsində belə geniş yollar yoxdur. Bu mənim çox xoşuma gəldi. Əminəm ki, yaxın illərdə Batumidə Azərbaycanlıların ən sevimli istirahət mərkəzlərindən birinə çevriləcək. Mən deyərdim ki, Batumi ilə Bakı eynidir. Sadəcə Bakı Xəzərin, Batumi isə Qaradənizin incisidir. Qeyd edək ki, Azərbaycan Hava Yolları 2010-2014-cü illərdə Avropa, Cənub-Şərqi Asiya və Amerikanın bir neçə şəhərlərinə də beynəlxalq reyslər həyata keçirməyi planlaşdırır. Sevinç İskəndərova, İskəndər Qəmbərov, Space Batumi.